bacı var deyir, mənə deyir, valideynlərim hicaba qoymurlar keçməyə. Çox xahiş edir ki, mənə bir nəsihət eləyərdiniz qısa. Mən necə davranım onlarla? Hicab Allahın haqqıdır. Valideynlərin doğru deyil. Valideynlərin ixtiyarı yoxdur ona. Çünki nəyə görə? Əlbəttə valideynlərə biz itaat etməliyik. Amma nədir? La ta'ata. Yəni li məxluqin fi ma'siyatil xaliq. Yəni Allah asi olan işlərə məxluqa itaat edilməz. Yenə də valideynlərə yaxşı davranmalıdır, amma hicaba keçməlidir. Çünki hicab Allahın haqqıdır. Yəni biz valideynlərimizi sevir, itaat, amma valideyn mənə desə ki, namaz qılma, valideyn haqqı. Yəni valideyn Allahın haqqına qarışa bilməz. Başqa bütün məsələlərdə, bütün dünya məsələlərdə biz valideynimizə itaat edirik. Hətta dini məsələlərdə də, amma desə ki, misal üçün bunu etmə və ya Allah şərik qoş və ya namaz qılma, oruç tutma, hicab bağlama, buna qarışa bilməz. Nəyə görə? Çünki ibadət Allahın haqqıdır. Allahın haqqında olaya itaat edilməz. Yəni Allah asi olan işdə valideyn itaat edilməz. Sən onu eləməlisən. Amma yenə də qışqırma, bağırma, əsəbləşmə, hikmətlə davran, yumşaq davran. Amma Allahın haqqına heç kimsənin qarışmağa ixtiyarı yoxdur. Bacı soruşur, deyir ki, əgər zorakılıq göstərsələr, deyir, mən günah qazanıram mı? Yox, sən günah qazanmırsan. Sən Allahın əmrini yerinə yetirirsən. Çoxlu dua elə. Yəni, belə durumda insan çoxlu zikr eləsin. Və əsasən əstağfurullah zikri, la havlə və la quvvətə illə billə zikri dilindən düşürməsin. Allah çoxlu yalvarsın. Qapılar açan kimdir? Uca Allah-u Teala.